Bunlar mənim danalarımdır. Bunlar balaca olanda, 1 aylıq olanda davaq xəstəliyinə düşdü. Həkim dedi ki, yəni ölə bilərlər. Mən də fikirləşdim ki, əgər bunlar ölürlərsə, elə bunlara başqa bir çarə də eləyim. Ersağın bir məhsulu var. O məhsulla gətirim bunların yaralarına töküm. Həm verim içsinlər. İçirtdim. Ayaqlarına, nə bilim, bütün burunlarına, ağızlarına, hər yerinə o məhsulla yardım elədim. Ondan sonra da başladılar, bir günə effekt verdi. Ersağın məhsulu o qədər gözəl bir şeydir ki, bircə günə effekt verdi. Gördüm ki, artıq bunların ağızlarında su falan dayandı. Dayandırmadım. Məhsulu bunlara içirtdim. Sağaldılar. Və indi artıq böyüyüblər. Mənim gözəl danalarımdır. Bu videonda niyə çəkdim? İndi mənim bu balaca danamda həkim deyir ki, dəri virusu, dəri paraziti deyil, nə deyil? Bax, görürsünüz, qabıqları tökülür artıq. Yəni, bilmirəm də nə effekt verəcək, amma bu ərsağın həmin ki, dediyim məhsulu var. Ona yenə mən tətbiq edəcəm bunların dərisinə. İnşallah yenə bu dediyim məhsul yenə yardım eləyər, kömək olar. Mənim bu damamı xəstəlikdən xilas eləyər. Çox belə videoda o qədər yaxşı görsənmir, amma yəni dəridə vəziyyət yaxşı deyil. Yəni heç də yaxşı deyil. İndi bax, bu məhsuldan gətirmişəm. Baxın. Bax, belə. Bax, belə qabda mən bunun dərsinə tətbiq edirəm ki, sağalsın. Burada daha dərin bir yara. Dərsi qızartılıdır həm də. Yara dərindir. Hər yeri belədir. İndi bunu sağalandan sonra da çəkib yenə hər kəsə göstərəcəm ki, bu məhsul nə qədər effektivdir. Əslində həkim buna deyir ki, göydaş, motor yağı falan belə şeylər vur. Ola bilər qotur xəstəliyi də olar. Mən heç birini eləmirəm. Bunu tətbiq eləyirəm. Görək necə olur. Əslində tətbiq eləmişəm. Bu üçüncü tətbiqdir. Yəni qabıqları soyulmağı da bunun təsiri var. Yəni, çox gözəl bir məhsuldur. İstifadə eləməyə dəyər.